monitorinqin məqsədi şagirdlərin bilik səviyyəsini ölçməklə yanaşı, həm müəllimlərə, həm proqram tərtibçilərinə, həm təhsili idarə etmə orqanlarına vacib olan təhlilləri aparmaq üçün məlumat toplamaqdır. Monitorinq bu il 300 mindən çox şagirdi əhatə edəcək. 4-cü sinif şagirdləri tədris dili və riyaziyyat fənnindən sualları cavablandıracaqlar. 6-cı sinif şagirdləri təbiət, tədris dili və riyaziyyat fənninə cəlb olunacaqlar. Suallar proqrama uyğun tərtib olunub və bu monitorinqin özəlliyi odur ki, burada kifayət qədər ciddi işlənilib sualların hazırlanmasında. Onlar həm sadə faktoloji suallar, təhlil və sintez bacarıqları tələb edən suallardır və bu suallar həm də müəllimlər üçün bir mayaqdır, göstəricidir ki, kiçik və böyük summativ qiymətləndirmələri də gələcəkdə daha keyfiyyətli necə tərtib etmək olar. Ölkə üzrə 10.000 şagirdi rəqəmsal qiymətləndirməyə cəlb edəcək. Onlar bu gördüyünüz otaqlar kimi təchiz olunmuş otaqlarda kompüter arxasında rəqəmsal formada monitorinqdə iştirak edəcək. Yerdə qalan şagirdlər isə əvvəlki illərdə olduğu kimi kağız formatlı monitorinqdə olacaqlar. Addım-addım biz bu işi genişləndirib rəqəmsal qiymətləndirməni daha çox şagirdə əhatə etməklə davam etdirmək istəyirik. Bu aydın məsələdir ki, həm kağız daşıyıcılarına qənaət deməkdir, bu həm monitorinq materiallarının yoxlamasının rəqəmsallaşdırılması və beləliklə sadələşdirilməsi vaxta qənaət deməkdir. Eyni zamanda həm şagirdlərdə, həm də təhsil verənlərimizdə rəqəmsal bacarıqların formalaşmasına bir vəsilədir. Geniş ictimaiyyətə, xüsusilə valideynlərə müraciət etmək istəyirik ki, sabah bir gün övladlarının bu monitorinqdə iştirakına dəstək olsunlar, mütləq onları müəyyən olunmuş məktəblərə gətirsinlər.